Saçın ucun hörməzlər, gülü sulu dərməzlər. Bu sevda nə sevdadır, səni mənə verməzlər. Nənən ölsün, ay sarı gəlin. Bu mahnı tək bir torpağın deyil, bütöv bir coğrafiyanın yaddaşında iz buraxıb. Elə buna görə də müxtəlif xalqlar onu mənimsəməyə cəhd edib. Xüsusilə ermənilər bu nəğməni öz folklorlarına aid göstərməyə çalışıblar. Amma maraqlıdır ki, mahnının dili, obrazları, poetik düşüncə tərzi Türk dünyasının ruhunu açıq-aydın daşıyır. Sarı bizim mədəniyyətimizdə nurdur, günəşdir. Gəlin toy obrazı deyil, qovuşma arzusudur. Bu mahnı nə sadə sevda nəğməsidir, nə də adi ayrılıq ağrısı. Sarı gəlin elə bir mətndir ki, onu oxuyanda tarix danışır, dinləyəndə fəlsəfə vıçıldayır. Dərinə gedəndə isə ilahi işarələr açılır. Bəlkə də elə buna görə bu mahnı bu qədər sahibsiz görünür. Çünki həqiqət heç vaxt tək bir xalqın olmur. Amma onun açarı yalnız öz kökündə tapılır. Bugün biz Sarı gəlini sadəcə oxumaq yox, onun gizli kodlarını açmaq, sözün arxasındakı sirri, səssizliyin içindəki mənanı dinləmək üçün buradayıq. Və bu yolun bələdçisi Azərbaycan Milli Elmlər Akademiyasının coğrafiya üzrə fəlsəfə doktoru, 157 xalq mahnısının fəlsəfi və mifoloji mənalarını açmağa müəssər olmuş Şakir Qabısanlı Həmzəyevdir. Şakir müəllim, Sarı gəlin bir xalq mahnısıdırmı, yoxsa minilliklərdən gələn bir şuur mesajı? Bu xalq mahnısının sirli kodlarını bizlərlə bölüşün. Çox maraqlıdır. Bəli, Sarı gəlin təkcə Azərbaycanda deyil, eyni zamanda çox ölkələrdə öz dillərində oxunan bir mahnıdır. Bəşəriyyətin ən qədim mahnılarından biridir. Məsələ burasındadır ki, hələ indiyə qədər heç bir alim xalq mahnısının bir dənəsini aça bilmir. Mən açıq danışıram, folklorun üstü bir dənə mahnını açıb ortaya qoya bilmir ki, bu mahnı hara mənsubdur, kimə mənsubdur, nədən bəhs edir. Hamısı bəsit fikirlər, şəxsi fikirlərdən kənara çıxmayan məsələlərdir bunlar. Ona görə də biz bunları açıqlayacağıq və Sarı gəlinin məsələ burasındadır ki, Sarı gəlin bütün xalq mahnılarında kodlaşmalar var. O kodlaşmalara diqqət yetirəndə onda bilirsən ki, bu mahnı kimindir? Erməninindir, Azərbaycanlındır, ərəbindir, ya başqasıdır. Sarı gəlin müxtəlif formalarda, mahnı şəklində dünya ölkələrində oxunur. Saçın ucun hörməzlər. Amma elə başa düşür ki, bu qızdır. Saçın ucu. Bu haqda mən efirdə, ondan sonra qəzetlərdə oxumuşam. Alimlər öz fikirlərinə deyir, biri saçın hörəndə ərə verirlər, deyirlər. Belə bəsit yanaşmalardır. Saçın ucun hörməyə nə var ki, qızım? Söhbət burada günəşdən gedir. Bu günəşin şüalarıdır. Saçı sümbüllər. Yəni, sən onu necə hörə bilərsən? Saçın ucunu örməzlər, gülü sulu dərməzlər və yaxud qönçə dərməzlər. Yəni, gün çıxmamış, gün dərilməz. Günün şöləsi dəyəndən sonra o gül dərilməlidir. Bu dərənin uzunu çoban qaytar quzunu. Görürsünüz, bu dərənin uzunu çoban qaytar quzunu. Yəni, gün batdı, çoban, söhbət günəşə bağlılıqdan gedir. Əgər Sarı gəlin qızdırsa, onda belə çıxır ki, jolti nevesta. Elə deyilmi? Belə çıxır da. Sarışın qız. Sarışın da jolti nevesta. Bu düzgün deyil axı. Misal üçün, ikinci bəddə mahnı açılır. Nə olaydı görəydim o nazlı yarın üzünü Sarı gəlin. Əgər Sarı gəlin qızsa, bəs nazlı yar kim? Təbii ki, yar Allah. Bu günəşə üzünü tutur, Rəbbini çağırır, Allahı çağırır. Deyir, bu nə sevdadır, ay nəndən ölsün. Yəni, bütpərəstliyə asi sənsən, səni öldürəcəklər. Ağır vəziyyətə salırsan özü.
çəkil bu yolda. Söhbət vurğular buna gedir. Burada İbrahimin təqibliyindən gedir. Artıq o səs-küy olur. Ona görə də İbrahim mahnında deyir ki, anacan, bağrımı qan eyləmişəm mən, gözlərimi giryan eyləmişəm mən. Giryan yəni fasiləsiz göz yaş dökmədir. Bir ala gözlü yarın yolunda özümü qurban eləmişəm mən. Ala göz, ala bəxşeyişdir. İki məna verir. Biri yüksəklik, yəni yüksəklikdə duran günəşdir. İkinci, bəxşeyişdir. Allah günəşi bizə bəxş etməklə həyat bizə bəxş edir. Bu mahnı bunlara vurğulanır. Bunlar paralelli, onlarla yüzlərlə mahnılar var ki, sarı gəlindən vəhdət təşkil edir. Ay nənən ölsün, bu nə sevdadır. Yəni sən Allaha aşiq olmaqla, günəşə bağlanmaqla bütpərəstliyi inkar edirsən. Bu isə ölüm deməkdir. Çəkil bu yoldan. Şakir, mən mahnıda demək ki, aşiq İbrahim Peyğəmbərimi bəli, söhbət aşiqlikdən gedir. Bəli, İbrahimdir. Bəli, burada İbrahim. Məsələn, başqa bir mahnıda var ki, Təbriz üstdən marağa, telin gəlməz darağa. Mərkızın telidir, darağa gəlməyən. Günəşin şüaları darağa gəlməyəcək axı. Və yaxud da ki, telini saymaq olmaz. Onu sən necə saya bilərsən? Başqa bir mahnıda deyir ki, mahnını belə oxuyurlar. Pəncərənin milləri, açıb qızıl gülləri. Pəncərənin mili olmur axı. Pəncərədən milləri, şüaları, açıb qızıl gülləri. Onun şüalarından güllər açılır da. Oğlanı yoldan elə, qızın şirindir. Şirin dil vəhdir də, buna vəh gəldi. Yəni Allahın... Bəli, ona vəh gəldi. Mən keçən verilişimdə dedim ki, ona vəh gəldi, sən mənimləsən, sən mənimsən, səni anandan aldım, səni səndən aldım. Ay bircəm, səksənmə, diksənmə, yarın yanındasan, yəni Allahın yanındasan, mən səni qoruyacağım. Sən yolunu getginə. Şakir müəllim, sarı gəlini İbrahim Peyğəmbərin günəşə baxışı ilə bağlamaq nə qədər əsaslıdır? Yəni bunu əsaslandırın. Biz dedik də günəşə bağlılığı budur ki, 3 ulduza üzünü tutdu bu. Quran ayı Ənam surəsində görə. Ulduza inkar elədi, ayı inkar elədi. Quranda aya var. Ənam surəsi 76, 78, 79. Burada üzünü tutur ulduza, deyir ulduz sönür. Mən Rəbbim sönənlərdən deyil. Üzünü tutdu aya, məni azanlardan etmə Rəbbim. Günəşdə isə dedi Rəbbim sənə şərik qoşulanlardan deyil. Artıq bütpərəstlərdən uzaqlaşır. Allaha şərik qoşulanlardan uzaqlaşır. Məhz bu ayələr Avestada verir özünü. Mən keçən dəfə dedim 43-cü Hadiyasına 9 sən özünü bəhmən deyirsən, nə ilə tanıtdırmaq istəyirsən? Deyir, sənin yaratdığın, o da üzvü tutmaqla haqq ədaləti bərpa edir. Yəni Allahı tanıtır. Ona görə də mahnılar ona vurulur. Bütün aşkı deyim ki, 157 xalq mahnısı açmışam mən. Artıq kitab çapdan çıxıb Mədəniyyət Naziri tərəfindən. Azərbaycan xalq mahnılarının açılmamış sirləri 400 səhifədir. Artıq bu kitab Akademiya metrosunun yaxınlığında Akademiya mağazində, kitabxananın mağazində oturub satışda var. Az miqdarda satışa qoyulub. Dinləyicilər çatdırırlar ki, sənin kitabları necə əldə eləyək. Buyurun, gedib götürə bilərsiniz. Aha qiymətə də deyil. Bax, 157 xalq mahnısı burada. Burada addım-addım İbrahimin keçdiyi yollar işıqlanır. Addım-addım onun başına nə fəlakətlər gəlir, hamısı burada göstərilir və sonda onun qalib gəlməsi. Mən burada mahnıda açacağam. Və bu da bizim mahnılarda təzahür edir. Bəli, bu demək bəşəri mahnılardır. Bunlar dünyanın ən qədim mahnılarıdır. Bundan arxaya mahnı yoxdur. Çünki yazır ki, Zərdüştün gözəl nitqi, gözəl avazı səsi olmuşdu. Allah Taala bunları ona bəxş eləmişdi. Gözəl nitqi və gözəl səsi olmuşdu. Və
bu mahnılarla, bu sözlərlə, demək, o vaxt gör bizim xalq nə qədər müdrik olub ki, onun keçdiyi yolları bir-bir xalq mahnılarında ifa edib, eyni zamanda qayaüstü rəsmlərdə, Qobustan qayaüstü rəsmlərində çəkiblər, eyni zamanda xalça şalələrində veriblər. Mən bunları əvvəlki verilişlərimdə vermişəm, 6 verilişdə. Və sonda muğamın şöbələrinin mifoloji fəlsəfi tarixində verir. Bunlar hamısı oturub, bir ürəyin 4 damarıdır bunlar. Biri işləməsə, o ürək işləməyəcək. Yəni, dörtlük vəhdətində bu mahnılar açılır. Şakir müəllim, siz orada Zərdüştün adını çəkdiniz. Yəni, Zərdüştün şəxsiyyəti ilə İbrahim Peyğəmbərin şəxsiyyəti, yəni eyni onları... Bizim, mən bu ayrı mövzudur, çox geniş mövzudur. Mən mahnılardan qırağa çıxmaq istəmirəm. Hələ indiyə qədər mən elmdə, ədəbiyyatlarda tapmamışam ki, Zərdüşt deyəndə nə başa düşür? Zərdüşt biri deyir Peyğəmbərdir. 8 cür Zərdüşt izahı var. Zəraştura, Avropanın uydurduğu təhrif olunmuş adlarla 8 cür Zərdüşt təhrif oldu. 8 cür. Amma bunun adı mənası olmalıdır. Zərdüşt, zər əkin deməkdir. Taxıl. Taxla. Buğdaya deyilən. İkinci zər, əkin, təkrar əkin deməkdir. Düşt isə 2 dişli xış deməkdir. Zərdüşt. Həm də burada başqa bir zərdüştilər gedir. Qabısnamədə, Xaqanidə zərdüştilər gedir. Zərdüş olanda zər əkin olur, duş çiyin. Çiyindən asılan torbadan taxılır. Başqa bir zər 107 santimetr. Yəni taxıl 107 santimetr hündürlükdən axır. 107 hündürlükdən əkilir. Verir də burada lüğət terminlərdə. Və İbrahimin dövründə... Duş ikinci məna, sağım, təkrar sağım. Demək, burada Zərdüşt nə oldu? Sivilizasiya, əkinçi. Həsən bəy Zardabı boş yerə o adı götürüb ki, qəzeti, əkinçi. Əkinçi elə Zərdüşt deməkdir. Onda bəs onun Peyğəmbəri kimdir? Bəli, İbrahimdir. Var, məsələ buradadır. Bunlar açılmayıb. Yəni, biz Zərdüştün şəxsiyyətini bir ayrı yerlərə Xaqani yazır ki, Zərdüştün əvvəlidir zər, zərə arxalanıb atəşpərəstlər. Demək, Zərdüşt getdi atəşpərəstliyə. İndi gələn verilişimizdə toponimlər, mövzular olacaq. Bunun üstündə çox dayanacaq. Sizi maraqlandıran bütün suallara cavab veriləcək. Şakir müəllim, onda İbrahim Peyğəmbərin milliyyəti haqqında danışasınız. Çünki bəzi insanlar... Bax, yaralı yerimiz buradadır ki, mən nə qədər alimlərə sual vermişəm, özüm maraq üçün, İbrahim nə millətdir? Hamısı deyib Yahudi. Hətta adını çəkmirəm, məşhur Azərbaycan dil xadimlərindən biri ilə görüşdüm, bilə-bilə, məqsədli şəkildə sual verdim ki, cənab professor, dil xadimsiz, mən bilmək istəyirəm ki, İbrahim nə millətdir? Dedi, Yahudi. Dedim, bir də sizə sual verirəm, mən jurnalistəm, mən bunları açacam, üzə çıxardacam, bir də sual verirəm, İbrahim nə millətdir? Dedi ki, Yahudi. Dedim, indi xahiş ederim, aç Bəqərə 140 mən. Əlində telefon açdı, Quran ayələri var, oxudu, necə oxudu? Deyirsiniz ki, İbrahim, İsmail, İshak, Bəqərə 140-dan gedir. Yaqub, Yaqubun nəvələri olan Əsbat, Yahudi ya da xaçpərəst olublar. Siz daha çox bilirsiniz, yoxsa Allah ki, onların Yahudilikdən uzaq olduğuna şəhadət vermişdir. Bu oxudu, dəhşətə gəldi. Deyirəm ki, cənab professor, bax, indi deyin görək kimdir? Dedi, ərəb. Dedim, göstər görüm ərəb hardadır. Quranda göstər mənə ərəbdir. Keçdik. İkinci Ali İmran 167. Ali İmran soradı. İbrahim nə Yahudi, nə də xaçpərəst idi. Allaha təslim olan həqqəpərəstdir. Hənəfidir. Həm hənəfidir, həm həqq. Mən neçə adama sual verdim. Həqqə nədir, hənə nədir? Yenə mən cavab ala bilmirəm.
Həqqa ulduzdur. Hənə də ulduzdur. Yəni ulduza bağlanan. Niyə də bağlanmasın? İlk dəfə bu Peyğəmbər ilk dəfə dedi, yeri göyü yaradan Allahdır. O kainatı yaradan Allahdır. Kainat olmasa biz ola bilmərik. Yəqin ki, ay, ulduz, günəş kosmik, yəni sistem. Bəli, bunlar, yəni burada verir ki, budur. Bəqərə 133 və 100. Siz ki, Yaqub oğlanlarına Yahudiliyi tövsiyə etdi, deyirsiniz. Məgər Yaqubun ölümü çatan zaman onun yanında və şahid idiniz? Halbuki Yaqub öz oğlanlarına məndən sonra nəyə ibadət edəcəksiniz deyəndə İbrahimin hənif dinini tapşırdı və oğlanları da onun tərəfindən sənin və ataların İbrahimin, İsmailin və İshakın Allahı olan tək Allaha ibadət edəcək və biz onun əmrinə təslim olacaq demişdilər. Bunlar elə belə ayələr deyil. Mən Quranı 6 dəfə oxumuşam. Elə belə yox, tədqiqat nöqteyi, tarixi qaynaqlar nöqteyi nəzərindən. Keçirik hədid 26-ya. Həqiqətən biz Nuhu və İbrahimi göndərdik və peyğəmbərlik məqamını və səmavi kitabı o ikisinin nəslində qoyduq. Beləliklə onların bəziləri doğru yola gəldi, çoxsu isə itayətsiz oldular. Hanı bu kitab? Bəşəri bir kitab verilib İbrahimlə Nuha, Yaquba, səmavi kitab. Hanı bu kitab gizlədilib, yoxdur. Artıq o kitabın nümunələri mənim tədqiqatımda oturub, artıq mən 400 səhifəlik əsərim hazırdır, 400 səhifəlik. Həzrəti Nuh, Həzrəti Adəm, Həzrəti Nuh, Həzrəti İbrahim, Ulu Türkistanın bəşəri peyğəmbərlərdir. Bu hazırdır, kitab məndə hazırdır, mən onu bu yaxınlarda çapa buraxmayım, gözləyəcəyim məqsəd var, onu gözləyirəm. Şakir müəllim, İbrahim peyğəmbərin milliyyətini türk qəbul etmək olar mı onda? Ona gəlirəm indi mən. Ali İmran 65. Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? Sizlərdən hər birinizdə deyirsiniz, o bizim dinimizdə olub. Halbuki Tövrat, İncil də yalnız ondan sonra nazil olmuşdur. Demək, onun kitabından sonra Tövrat, İncil meydana gəldi, dünyaya gəldi, Allah bəxş elədi. Yəni, hər qövmə din bəxş elədi, kitab bəxş elədi. Yəni, Quran ayəsində var. Həc surəsi 78, yox, Həc Bəqərə 79. Buna görə də vay olsun o kəslərin alına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra bu Allah tərəfindən deyilir. Demək, saxtalaşdırmalar var. Dini kitablarda saxtalaşdırmalar var. Ayə bunu deyir. Ona görə də əsli tədqiqatçı bu saxtalaşdırmalara getməməlidir. Həqiqəti üzə çıxarmaq. Görsünüz, mahnıda buraxmırlar. Çünki orada İbrahim var. Ona görə də Ənvər Əlibəyli əziyyət çəkib o sözləri dəyişir, hərfləri dəyişir və nəticədə mahnı senzuradan keçsin ki, gələcək nəsildə kimlər də bunu qaytaracaq yerinə. Mahnı yaşasın deyə. Həc surəsi 78. İbrahim Məhəmmədin atası, Məhəmməd isə cümlə İslam ümmətinin atasıdır. Buyurun. İslam millətinin atasıdır. İslam Peyğəmbərinin 2 qibləyə namaz qılacağı vardır. Əvvəl qərbə, sonra şərqə. 4 dini ocaq olub. Birinci Beytüllətik, qədim Kəbə, bu yoxdur. İkinci Beytülləqüds, Beytülləhəzan, Yaqub Peyğəmbərin Kəyyanda, Yusif üçün qapıldıq hüzn evi. İndi yoxdur. Artıq onu aradan götürürlər. Üçüncü Beytülləqüds,
bunu geç tasibdir. Yahudilər üçün Örüşəlim yazır. Örüşəlimdə demək dini ocaq açılsın. Orada da Quba məscid olur. Bu da elə belə deyil. Və nəhayət Xəqanini misal gətirirəm. Yəni iki qiblədən. Qibləmiz olmuş iki. Baxma təəccüblə buna. O edibdir Şamaxıçrə yeni Kəbə bina. Əvvəl o Kəbə idi doğrusu yol göstərənim. Əbədi qibləm ola kaş bu təzə Kəbə mən. Şamaxıçrə. Bəli, onun ilk demək dini zirvə ocağı Babadağ. Həzrət Baba. Həzrət İbrahimə deyilib, Həzrət Adəmə deyilib, Həzrət Nuh'a deyilib. Qəbələdə Sultanlığa, Şəki Nuh'a. Elə bu adlar bəs eləyir də toponimi baxımından ki, bu haralıdır. İndi gələcək söhbətlərimizdə daha dəqiq çıxacaq. Çünki ayələri gərək açasan, ona mənim vaxtım yoxdur. Mövzumuz başqadır. Gələn suallarda biz ayələr üzrə İbrahimin har olduğu tam dəqiqliklə tarixi qaraqlama verə bilərik. Yəni bunları mən oxudum və göstərdim ki, yəni İbrahim barədə dini kitabda, Quranda necə verilib, nələr verilib, yəni aydınlıq gəlsin. Polemikaya da hazıram mən buna. İndi keçək yenə mahnılara. Şakir müəllim, onda yəni sizin dediklərinizdən belə çıxır ki, Sarı Gəlin İbrahimlə Allahın dialoqudur. Günəşə üz tutmasının vəzifədir. İkinci bənd, bu dərənin uzunu, çoban qaytar quzunu, gün ola mən bir görəydim, nazlı yarın özünü, mənim aman aman. Mən də sual verirəm ki, əgər bu Sarı Gəlin qızdırsa, onda nazlı yar kimdir? Yar Allahdır da. Nə olaydı görəydim o nazlı, Sarı Gəlin. Yəni Allahı arzuluyur. Müəyyən alimlər var, o vaxt Türkistan qəzetində də verirlər. Biri Sarı Gəlini Qıpçaq gözəl adlandırır, biri hətta Amazon gözəl. Ayıbdır, ayıbdır. Bu Azərbaycan xalq mahnılarında oturub. Kodları da burada oturub. Tək Sarı Gəlin deyir ki, 157 xalq mahnısı bir-birinin davamı kimi bağlana-bağlana zəncir kimi gedir. Hamısı İbrahimin vəzfidir. Şakir müəllim, bu haqda axırıncı sual vermək istəyirəm. Nə üçün ermənilər bu mahnını mənimsəmək istəyirlər? Demək ki, burada da ona görə ki, mən yazmışam əsərlərində bir malın sahibi olmayanda ona 100 sahib çıxır. Çünki biz Sarı Gəlin özü bizimdir deyib ortaya qoya bilməmişik. Qoya bilməyəndə o gələcək ki, mənimdir. Onlar demək istəyirlər ki, biz daha gəldik. Onlar torpaqlarımızı alanda birinci toponimlər dəyişdi. Bizim ideoloji məsələlərimizi saxtalaşdırmağa başladılar. Tək onların gücü də bu, Avropanın ölkələrinin gücü ilə, təsiri ilə onlarda mexanizm hazırdır. Və lazımı cəsuslar da burada otururlar, işləyirlər, işlərini görürlər. Görsən, bizim heç kimin ağlına gəlmir ki, gör bunlar nə qədər güclüdürlər ki, xalq mahnılarını dəyişdirir. Xalq mahnılarının mahiyyəti açılanda İbrahim açılır. Ona görə də Ənvər Əlbəliyə, Allah ona rəhmət eləsin, çox gözəl fədakarlıq göstərib. Mən də indi həmin o sözləri dəyişmişəm, qaytarmışam yerinə. Yəni, artıq İbrahim buna görə təqib olunur. Təqib olunur, Keysulər mahnısında bu özünü göstərir. Keysulər mahnısında. Bəli, Şakir müəllim, Keysulər xalq mahnısının sirli kodlarını açacaqsınız bizlər üçün. Mahnının birinci bəndi belədir. Ahu gözünün gözüdür ahulər arasında, durmuş o mələk sima məhrulər arasında. Evet. Ahu gözünün gözüdür misrasında. Ahu nədir? Qadının gözüdürmü, rəmzdirmi, yoxsa kosmik varlıqdırmı? Bəli, bəli. Bu tarixi qaynaqlarda Ahutila gedir. Həməl bürcü. Ulduzların şahıdır Həməl bürcü. Qədim dövrə görə Həməl. Ona görə deyir, Ahu gözünün gözüdür. Ceyranın gözü çox gözəl olur. Çox belə cəlb edici olur. Ahu gözünün ahülər arası, yəni ulduz sistemində Həməl bürcü özünə məxsus gözəlliyə malikdir. Durmuş o mələk sima məhrular arasında. Məhru burada aydır. O mələk sima kimdir? Ayın burada mən də oxumuram. 8 məna forması verilir. Ona görə deyir məhrulər arasında.
8 mənla. Könlüm quşu əyləşmiş tərmulər arasında, keyşulər arasında, tərmulər arasında. Tərik burada yoldur, məsləkdir. Vasitə səbəb, İbrahim yoludur bu. Onun məsləkinə vəsb olunub bu mahnı. Təriqə hakim dindən ayrılaraq yeni məzhəb qəbul etmiş adamlardan ibarət dini cəmiyyət. Yəni İbrahim və onun ardıcılları. Keysulər burada nəyi simvolizə eləyir? Deyəcəm, gəlirəm ona. Təriqətqa, təriqətlərin yeri, sufilərin yığışdığı yer tək yer. Buyurun. Əldə İbrahimə çıxdı. İndi key sulər arası. Key burada şahlar. Su isə tərəf deməkdir. Su üç mənalı sözdür. Biri içdiyimiz su, biri şər, biri də tərəf. Burada isə keysulər arasında, yəni şahların artıq təqiblərinə məruz qalır. Görürsünüz burada. Ey badi səba, açma din suyu təri zülfü. Burada isə könlüm quşu əyləşmiş təriqlər arasında. Su burada tərəf demək. Suzi, su yox, suyu yox, dəyişdirib söz əmvərə. Zən pis xəyala bağlanmamaq, başqa dinə yönəlməlidir. Artıq bütpərəstlikdən uzaqlaşmaq vaxtı çatmışdır. Köhnə din yeni mütərəqqi dinlə əvəz olunmalıdır. İbrahim möcüzələri bir müddətdən sonra Kəyyan Şah Gəştab onu qəbul etmiş, bəyənmiş. İbrahim dinini 7 ölkə olub bu vaxt. Bu birinci daranın söhbət ulu babasından gedir. Quranda yazılır ki, İbrahim çıx get Kənana. Kənandır, əslində Kəyyandır. Şahənşah məkanı. Cənub Azərbaycan nəzərdə tutulur. İndiki İran. Yəni 2 il danışıqdan sonra onun dinini qəbul etdi. 7 dövlət, 72 xalq bunu bəyəndi. Bu Avropa, Amerika alimlərinin dediyi ki, mükəmməl din olmuşdu Zərdüştü. Mükəmməl din. Həmid var, Avestanın təbliğatı. O qəşəng bir söz dedi. Dedi, bütün peyğəmbər Zərdüştün qaloşun geyib. Ancaq Zərdüşt peyğəmbər kimi yoxdur ortada. Var əzizim, o İbrahimdir, bəli. Bütün peyğəmbərlər onun ardınca gəldi. Bu da bizim Keysulər mahnısı. Yəni, bundan sonra gəlir İrəvanda xalq. Bəli, Şakiməm. İrəvanda xalq almadı. O xalq nə xalqdır? Üzə düzdürmüsən. Şəkidə sultan qalmadı. O xalq nə xalqdır? Üzə düzdürmüsən. Bəli. Xal mənim, yar mənim. Xalqa nə borcdur? Üzə düzdürmüşəm. Yarım deyibdir, qoşa düzdürmüşəm. Şakiməm, bu misralarda çox dərin fəlsəfi fikir kod olduğu sezilir. İndi deyin, mahnıdakı nə xaldır belə? İrəvanda qalmayıb. Çox maraq, burada Ənvər Əlibəyli çox ustalıqla işləyib. Ustalıqla işləyib. Burada da yoxdur. Yəni, söhbət İrəvandan gedir. Mahnıda şəki gedir. Şəki gedir mahnıda, bəli. Burada da yoxdur. Dağını əlavə eləyib İrəvan. Burada İr-əvan gedir. İr 10 mənalı sözdür. Əvan 16 mənalı sözdür. İr, misal üçün İraq, İran, İrlandiya, tamam başqa mənalar verir, adlar. Burada deyir ki, bu vaxt mahnıda deyir ki, qapıda duran oğlana ir rəhmin gəlsin nənə. Niyə rəhmin demir, ir rəhmin deyir? İr, boynu bükük, aciz, qalmadı. Burada ir, aciz qalmadı. Deyir, acizsən, tək qalmısan. Əvan, 16 mənalı sözdür. Bir mənası köməyi olmayan. Köməyin yoxdur sənin. O nə xaldır qoşa düzdürmüsən? Və yaxud da deyir ki, İrəvanda xal qalmadı. Xal satılırdı qalmadı. Ya bağışlanır. Necə yəni 19-20-ci əsrin əvvəllərində Cəbbər Qaryağdıoğlu gəlin oturub toyda onun xalın vəsfi. Harda var ha? Azərbaycan mədəniyyətində belə şey olur. Baxın, olmasın bu olsun da. Qızın qız toyu var, oğlanın oğlu. Hardan bu xalı sahib? Bunun yeri deyil. Xəl qalmadı. İr-əvan, xəl qalmadı. Vəzifün, hüququn qalmadı. Təcrid olunmuşsan. Ona xaldır qoşa düzdürmüşsən. Yəni ulduza aya üzüyü tutmuşsan.
Yəni düşmənlər İbrahimə belə deyir. Bəli, bəli. O da deyir ki, yarım deyir, xalqa nə borcludur? Ya mən Allaha bağlıyam, siz kimsiniz? Buna deyirsən. Və yaxud ikinci bənddə deyir ki, İrəvanda mən işlərəm. Nə xaldırdı, qoşa düzdür. İrəvanda mən işlərəm. Xəncərimi gümüşlərəm. Bəli. Burada gümüş ya qızıl ya dəmir. Burada gümüşlərəm sözü təhrif olundu. Ənvər Əlbəçi gümaşdaramdır. Yəni mən nəzarətçi qulluqda hazır saxlama gümaşda deməkdir. Mənası xəncərim hazırdır. Başqa köməyə ehtiyacım yoxdur. Bu məcazi mənadadır. İbrahim aşiqdir. Qan tökən deyildir. Yəni mənim müdafiə ehtiyacım yoxdur. Haqqın yolu məndədir. Çox keçməyəcək ki, görəcəksiniz ki, Allah var, onun məkanı göy aləmdir, ərş fələkdir. Ərş fələk mələklərdən də yuxarı qalxdı. Göy 3 qatdır. 7, 8, 9. Nizaminin əsərlərində, Xəqaninin, Marağaninin əsərlərində bu verilir. 7 qat çirkli qatdır və bizim gördüyümüz qalaktikadır. 8-ci ulduz sistem mələklər olan qatdır. 9-cu ərş fələk Allah dərgahı. Yəni mənim müdafiəçim Allahdır. Siz kimsiz onun yanında? Yəni yarım deyildir, qoşa düzdürmüşəm, xalqa nə borcdur, qoşa düzdürmüşəm. Və çox keçmir ki, İbrahim qalib gəlir. İrəvanda xal budur. İrəvanda xal qalmadı, yox, xəl qalmadı. İrəvan daha yoxdur orada. İndi o birisində deyir ki, bənddə Şəkidə sultan qalmadı. O nə xaldır? Demir ki, İrəvanda Şəki deyir. Şəkidə sultan qalmadı. O nə xaldır qoşa? Yəni sultanlar da sənin əleyhivədir. Səni məhv edəcəklər. Səl üçün burada deyir ki, bir yaşılbaş sona məni saldı çöllərə. Bilmirəm dərdimi söyləyim kimə. Burada yaşılbaş deyəndə göydə günəşi nəzərdir. O məni saldı çöllərə. Dərdimi bilmirəm kimə deyim. 11 il bu adam çöllərdə gəzdi. Siz təsəvvürə gətirin. Şirvan hökmdarı istəyən Nizamiyə 15 sətirlik məktub göndərir. Nizami Gəncəviyə. Deyir, Çapar gəldi, Seyvanda oturmuşdu. Gəldi, qızıl suna yazılmış 15 səfərlik kitab verdi. Məktub verdi. Yazır ki, ey böyük şair, ey böyük şair, o Məcnunun böyük eşqinə əsər yaz, ənamı mən verəcəm. Məcnunun böyük, ilk dəfə Məcnunun adını alan budur, 11 il çöllərdə qaldı. Leyli gecə gündüzə deyilir də, günəşə aya deyilir də. O da aşıq, adi qız deyil bu. Yəni biz hələ o adi qız oğlan çərçivəsindən qırağa çıxır. Mahnı bəşəri mahnılardır. Burada böyük ideyalar oturub. Bəli, o Nizaminin Leyli Məcnun elə Məcnun ulduzlara üzüdü tutur, ağır vəziyyətdədir. Ulduzlara dedi ki, mənim dərdimə əlac yoxdur, mənə kömək elə. Baxdı, gördü ki, əsərdə verilir, baxdı, ulduzlar buxardandır, qaynaşırlar. Buna xeyri yoxdur. Ona görə üzünü tutdu vahid Allaha. Verdi burada, göstərdi burada. Şakim əmi, Nizami Gəncəvinin əsərindəki Məcnun obrazı da demək ki, İbrahimi... Bəli, onu təmiz odur. Bəli, bu çöllərə düşən odur. Qurbani dastanında Qurbani 11 il. Məcnun 11 il. Zərdüşt 11 il. Çox maraqlı, necə başa düşək biz? Bunlar üçü də Aşıq Qərib də 11 il. Məsələ burasındadır. Mən həm deyirəm, dastanların texnologiyası açılıb, mifoloji fəlsəfi tarixə açılmayıb. Çünki orada da kodlaşmalar çox. Aşıq Qərib deyir ki, mənim adım Rəsul idi, Qərib dedilər. Yəni qəriblikdə qaldı axı, çöllərə düşdü axı bu. Rəsul isə Peyğəmbər, elçi deməkdir. Sizcə niyə bu qədər ağır fəlsəfi və dini bilik xalq mahnısı formasında ötürülür? Çox maraqlıdır. Qobustan qayalarında 7000 işarə var. Xalçalarda da 7000 işarə var.
Demək, bunlar kodlaşmış tarixi məsələlərdir. Tarixdir. Bəşər tarixinin gen kodlarıdır. Amma dünya bunun birini də aça bilmir. Yəni, bunlar nə qədər müdrik olub, nə qədər bunlar aqil olub ki, bu 4 formada mahnı, muğam, qayaüstü rəsm və xalçada bunları verə bilib. Bunları açılanda bəşər tarixinin gen kodunu axtarmağa dəyməz. Hamısı burada oturub. Yəni, real şəkildə burada oturub bəşəriyyətin, ona görə də mən mövzunu biz qoyduq ki, bəşəriyyət başlanğıcını haradan götürmüşdür. Mən artıq 2008-ci ildə, 2009-cu ildə kitabımı vermişəm. 400 səhifə bəşəriyyət başlanğıcını haradan götürmüşdür. Vermişəm. Demək ki, bu dərin bilginin qorunması üçün seçilmiş bir üsul idi əcdadlarımız tərəfindən. Bəli. Çünki onlar mahnılar elə veriblər, naxışı veriblər ki, itib batan deyil. Görsən, bir dənə mahnı itməyib. Pillə-pillə daşlardan, qayalardan, tikanlardan, zəllilərdən keçərək gəlib yenə öz qüvvəsini saxlayır. Və haradasa kimsə bunu açmalıdır. Bu da mənim qismətim oldu da. Gəldi, mən bunu elmin verdiyi beyinlə açmamışam, bəsirət gözü ilə açmışam. Bəsirət gözü olmasaydı, bu mənə 55 yaşımda o güc gəldi. 55 yaşında. İndi mənim artıq 73 yaşım tamam olur. Yəni mən 17 ildir vuruşuram. 57 ildir 17 kitab müəllifiyəm. 5000-6000 səhifəlik. Bütün bunların hamısı sirləri açmışam. İndi keçək sonuncu həsri basma dolan gəlmə. Buyurun. Dolayı gəl, dolayı, həsiri basma dolan gəl. Süpürmüşəm sarayı, həsiri basma dolan gəl. Qurtarmağa az qalıb, gözlərəm tazayı, həsiri basma dolan gəl, dolan gəl, dolan gəl. Burada çox ustalıqla var həsir, var həsir. Həsr etmək. Həsir zamandır. Həsir isə palazdır. Burada həsir yox, həsir olunmalıdır. Dolan gəl, yəni ildə bir dəfə. Şeytana daş atmaq üçün gəl, hacılıqdır bu. Süpürmüşəm sarayı, bütpərəstlər gedib. Artıq İbrahim qalibdir. Dolayı gəl, dolayı. Burada çox maraqlı bir verdir ki, gəl saçını hörüm mən, həsri basma dolan gəl. Günəş arətdir, 72 nurdur bu. Zərdüştlər o vaxt qədim dövrdə, yəni İbrahim dövründə bel kəmərləri bağlayırdılar 72 sapdan, ağ-qara sapdan. 72 nurdur burada verilir. Bu Avestada var. Deyir ki, yovum gəl, yovum, indi açaq yovumu. Alil dönüm, lüğətdə otur, alil dönüm. Yovmiyə, gündəlik bir günlük, yəni şeytana daş atmaq üçün. Gündəlik bir gün. Yommi, gündəlik bir gün. Yommi hesab qiyamət gününə üzə ağ getmək üçün bura gəl. Ona görə də o ziyarət, burada Bəqərə 128-də İsmail deyir ki, Rəbbim, bizə qurbangahlar yeri təyin elə. Qurbangahlar hardadır o dövrdə? Həmin bizim xanəgahlardır. Başlayır Pir Hüseyin xanəgahı, Hacı Qabuldan, qutarır Baba dağında. Şirvanın bütün bölgələrində xanəgahlar var. Pir Hüseyin xanəgahı Hacı Qabuldadır. Gəlirsə Mərəcədə ikisi var. Demək, Sof Novruz xanəgahı. Oradan gəlirsən Pir xanəgah. Yəni Pirxanəgah, xənəgə deyirlər, Pirxanəgah. İsmailidə, Xaçmazda, Qubada, düz Baba dağına qədər. Sonuncu qurbangah Baba dağı. Bəqərə 128. Bu budur. Ona görə də burada Qaraxal mahnısı gəlir ortaya. Araqçının məndədir Qaraxal yar, sərmişəm çəməndədir Qaraxal yar. Araqçı papaqdır, sərilmir axı. Elədir. Burada dəyişdirib ustalıqlar. Aramgahın məndədir Qaraxal yar. Aramgah pir sərdabədir. Sərmişəm çəməndə pak yerlərdədir. Aləm gözələ dönsə Qaraxal yar. Mənim gözüm səndədir Qaraxal yar. Günəşə özünü. Yəni Hadi görsən, aramgahın araqçın deyir.
Dardarı qaraxalayan, gəl başımın sərdarı qaraxalayan. Bar bizə gəlmirsə, qonşumuza gəl barı qaraxalayan. Dardarı dar din evidir. Dar bəla din evidir. Aramgahın dardarı, gəl başımın sərdarı Allahdır. Bar bizə mənə kömək eləmirsə, heç olmazsa bunları özünə tərəf döndər. Bu bütpərəstləri, bu azmışları döndər özünə tərəf. Üçüncü bətdə daha mahnı gözəl açılır. Aramgahın Haşimi qaraxalayan. Orada deyir Araqçın. Aramgah Haşim, Haşimi Sufi dərvişlər. Hara qoyun başımı qaraxalayan. Yəni incidirlər məni. Tökmə gözümün yaşını qaraxalayan. Mənə kömək elə, bu bütpərəstləri sənə tərəf döndərim. Haşimi Məhəmməd Peyğəmbərdə həmin Haşimilərdir. Nəslindəndir. Mən bununla çox yormaq istəmirəm sizi. Verilişi bugün tamamlayaq. Mən üzr istəyirəm. Mənim sağ tərəfdə oturan İmamverdi müəllim, filologiya elmləri doktoru, professor, ərəbşünas, çox gözəl insan, prezident təqaüdçüsü, şöhrət ordenli var. Yox. Onda Heydər Əliyev medalı. Bunu bilmirdim. Çox mənim səhvimdir, üzr istəyirəm ki, soruşmamış. Çox gözəl, mənim ən yaxın silahdaşım, məsləhətçim, konsultantım. Mən bu kişidən çox qidalar alıram və çox da istəyirəm. Allah onu bizə çox görməsin. Sağ ol. Fikirlərini almaq istəyərdik, Şakir müəllim. Sizin bu araşdırmalarınızla bağlı fikirlərini almaq istəyərdik İmamverdi müəllim. Bir-iki kəlmə deyəlim, bir qısa. Şakir müəllim bizi həqiqətən çox dərin aləmə aparırdı. Ümumiyyətlə, onun tədqiqatları elədir ki, aparır həmişə. Və bu sahə, bu danışıq mövzuları doğrudan çətin sahələrdir. Və bu haqda Şakir müəllimin dediyi hər bir izah, şərhlər düşündürücüdür. Düşündürücüdür və mən deyərdim ki, onların əksəriyyəti ilə razılaşmaq olar. Əlbəttə, hər bir işdə olduğu kimi bu cürə təxəyyülü qəbul etməkdə müəyyən fikirlər də ola bilər. Amma bu əsas oynamır. Yəni, Şakir müəllimin bu tədqiqatlarına mən uğurlar arzulayıram və inşallah o öz işini, öz yolunda demək sabit qədəmdir, davam etdirir və biz onun bəhrəsini hələ yaxın gələcəkdə görəcəyik. Sol tərəfdə oturan Həbbəliyev, demək əvvəl Ukraynanın Qobustan radio verilişlərinin baş redaktorudur, Naxçıvandan dəslən, baş redaktorudur. İndi isə müharibə olduğu üçün Krımda məskunlaşıb. Çox gözəl, mənim təbliğatçılarımdan biridir. Ukraynada hətta məni çox təbliğ eləyib, verilişlərimi çəkib. Bugün bizim qonağımızdır, gəlib, təsadüfi biz birləşdik, bugün təsadüf birləşdik. İstəyərdik Həbib müəllimin də fikirlərini alaq. Bir neçə söz deyim. Bəli, buyurun. Birincisi onu demək istəyirəm ki, mən özüm müəlliməm, yəni jurnalist deyiləm. Burada könüllü surətdə məhkəmədə işləyirdim, ədəbiyyat müəllimi. Ərsəmi yazdım, dedim direktora ki, Azərbaycanı tərk edirəm, gedirəm Azərbaycan xalqını təbliğ etməyə. Azərbaycan xalqını nəyini təbliğ etməyə? Şimdi əsgərlərimiz o sözü dedi, öz sözlərini dedilər, bu vətən bərk olundu. Amma təbliğatımız hələ genişlənməyib, hələ yayılmayıb. Burada bu Şakir müəllimin dediklərini hələ gərək birinci biz özümüz anlayaq. Yəni xalq, o mahnı oxuyanlar, televiziyada həmişə çıxırlar, oxuyurlar, sözlərin çoxunu səhv deyir. Bu səhvi də bu kişi düzəltdi, əsaslandırdı, dedi. İndi mən arzu edirəm ki, həmən bu sözləri konservatoriyada, sonra Musiqi Akademiyasında mən onlara telekanallarda Dərslik kimi məncə qoyulmalı. Oxuyanlar bunu birinci telekanallar mənimsəməlidirlər. Qəsəl oxuyurlar, o sözlər orada qadalanır.
Eyni zamanda orada bir şöbət çallar, çağırırlar bu kişini, gedər oturur bunlara izah eləyər ki, bunları səhv oxuyursunuz, əvvəlcə özünüz anlayın bunları. Ondan sonra gətirin salın muğama. Və sizə bir misal deyim. Mən Qırımda Azərbaycan Qobustan radiosu muğama bir də saza böyük yer vermişi, o verilişlər elə gedibdi oradan. Yəni o verilişlər arası muğam gedib, saz gedibdi. Sazında böyük mənası var. O muğamların da çox böyük mənası var. İndi orada ona qulaq asan 83 millət onların mənalarını bilmirlər. Mən özüm də çox şeyləri bilmirəm. Amma çox istifadə edirdim Alim Qasımovun muğam sənətindən. Hakan Abdullayevin muğam sənətindən istifadə edirdim. Sonra gəldim burada internetə baxdım ki, Alim Qasımovun o UNESCO-nun o toplantısı var. Bəli. Orada bir 2 saat o muğamlardan onlara dərsdədir. Hamısı da belə o səslənməni deyir. Onlar mənanı əsas götürmürlər, bilmirlər axı. Oradakı o səslənir, o muğamların ecazkar səsi. Onları müayinə edin. Elə birinci xanım da oturmuşdu orada, oturub qulaq asırdı. Girin ona baxın. UNESCO-da Alim Qasımovun, bir də onun qızı Fərqaylanın çıxışları. 2 nəfər bir də muğam ifaçıları, elə kamança. Orada nələr törətdilər onlar. Hamısı beləcə qalıblar, belə biri baxın, biri dərdənmir. Bax, gözlərini belə tikib heykələ dönüb baxırlar onu. Orada baxsanız ona bir kəlmə, nə söz deyə bilirlər, nə də bir dərdənmirlər, bir hərəkət edəmirlər. Bu beləcə qalıblar heykələ dönüb. Nəyə görə? Həmən bax bu Bəli, hissirlər. aşçı dedi, onun seyrinə görə. Ona görə də mən arzu edirəm ki, bunun geniş təbliğatı geçsin ki, heç olmasa biz özümüz onu dərk eləyək, bilək. O ki, qaldı Qobustan radiosu o muğamlara görə Ukrayna məni seçki göndərdi dünya birinciliyinə. 2013-cü ilin Dünya Jurnalistlərin qalibi oldu. Nəyə görə? O muğamların səslənməsinə, sazın səslənməsinə görə qəsəlləri gətirdim, saldım. Hakan Abdullayevi, Arif Babayevi, Mənsum İbrahimoğlu, Alim Qasımovun həmən muğamları. Tar da orada gedib, tar ustaları çıxışlar elədi. Onlar hamısı bu xalqın qədimliyini açıb orada göstərdi. Ona görə mən o 2013-cü il Dünya Jurnalistlərin qalibiyəm. Onlar qulaq asmışlar, yəni Avropa, oradan keçmiş respublikaların hamısı gəlmişdi ora. Qafqazın hamısı erməni qarışıq. Onlara deməli, orada qulaq asıb 700 xarici jurnalistlər birinciliyi verirlər Azərbaycan Qobustan radiosu. Mən Qobustana belə hallandırdım, çox sağ olun. Çox Təşəkkür edirik. Çox sağ olun.